Teymurun qəbrini açmaq o qədər də asan olmadı. Belə ki, qəbrin üzərinə qoyulmuş ağır daşları qaldıran qurğu sıradan çıxdı. Teymurun məzarı üzərindən 3 ağır daş lövhənin sökülməsi xeyli vaxt apardı. Qəbir daşı 1440 kiloqramdan çox çəkisi olan nefrit daşdan tikilmişdi. Sonra daha 2 mərmər daş gördük. Qəbirdə taxta tabutda yatan isə böyük Teymur idi. Tünd göy rəngli parçanın üzərində gümüş saplarla Qurandan kəlamlar həkk olunmuşdu. Elə taxta tabutun qapağını qaldırmışdı ki, heç vaxt duymadığımız ətir havaya qarışdı. Hamı bu ətirdən narahat olmağa başladı və bu vaxt işıqlar söndü. İşıqlar yalnız 3 saatdan sonra yanır. Elektrik ustası bunun hansı səbəbdən baş verməsini başa düşmür. Böyük Vətən müharibəsinin başlamasına 48 saat qalmışdı. Sovet rəhbərinin, Stalinin Əmir Teymura tarixi şəxsiyyət kimi rəğbəti böyük idi. Hətta tarix kitablarında Teymur mənfi qəhrəman kimi deyil, Rus xalqını Monqol əsarətindən xilas edən sərkərdə kimi göstərilmişdi. Malik Qayumov öz müsahibəsində deyir ki, Əmir Teymurun məzarının açılmasının böyük bədbəxtlik gətirəcəyi haqda dəfələrlə xəbərdarlıq edənlər var idi. Qayumov və ekspedisiyanın digər üzvləri əlində kitab olan 3 kişinin onlara "Teymuru narahat etməyin, bu böyük fəlakətə gətirəcək, müharibə başlayacaq, qan töküləcək. Bu kitabda bu haqda yazılıb" desələr də, bu sözlərə əhəmiyyət verən olmayıb. Mistik dedikodu Stalinin əmrini heçə saymaq üçün səbəb deyildi. Dahi rəhbərin xofu Teymur Ləngin ruhunun narahat edilməsindən daha dəhşətli idi. Qayumovun dediyinə görə müharibə xəbərini alanda ekspedisiyanın bütün üzvləri təəccüblə biri-birinə baxırdılar. Amma artıq gec idi. Bütün ölkə qəzetləri Əmir Teymurun məqbərəsində aparılan qazıntı işləri barədə yazırdı. Xəbər bütün dünyaya yayılmışdı. Qalıqlar Teymura aid idi. Sağ dizdə olan deformasiya bunu deməyə əsas verirdi. Missiya tamamlanmışdı. Məzarda əsl hökmdarın yatdığı hiss olunurdu. O 1,80 m hündürlükdə, kəllə sümüyü böyük bir insan idi. Qəbirdə yatan adam dahi həqiqətən əzəmətli insan təəssüratı oyadırdı. Teymurun skeletinin qalıqlarını tədqiq etmək üçün Moskvaya aparırlar. Antropoloq və heykəltaraş Mixail Gerasimov sərkərdənin kəllə sümüyü üzərində iş apararaq onun əsl surətinin bərpası ilə məşğul olur. Alimin qızı Margarita Gerasimova deyir ki, işi tez təhvil verməyə tələb etdiklərinə görə atası bütün materialları evə gətiribmiş. Əlbəttə ki, söhbət Əmir Teymurun qalıqlarından gedir. Atam bütün gün işləyirdi. Mətbəxdə, otaqda, diz üstündə. Sakitcə öz işini görürdü. Əmir Teymurun baş forması siması üzərində çalışırdı. Cəbhədən pis xəbərlər gəlməyə davam edirdi. Almaniya SSR-nin içərilərinə doğru irəliləyirdi. Qanlı döyüşləri lentə köçürmək üçün Malik Qayumov bu dəfə cəbhə bölgəsinə göndərilir. Marşal Jhukovun yaxın cəbhələrin birində olması xəbərini alan Qayumov bu fürsəti qaçırmır. Mən Kalinin cəbhəsində idim. Jhukovla nəyin bahasına olursa olsun görüşməliydim. O məni öz blindajında çox yaxşı qarşıladı. Hətta çay təklif etdi. Mən bütün olanları, məzarı açmağımızı, 3 kişinin bizə dediklərini, bir sözlə hər şeyi ona danışdım və dedim ki, biz döyüşlərdə itki veririk. Teymuru məzarına qaytarmaq lazımdır. O bu məsələyə ciddi yanaşdı, biraz fikrə getdi. Söz verdi ki, yoldaş Stalinə bu barədə danışacaq. Marşal Jhukov verdiyi sözə əməl edir. Stalinlə görüşərkən məsələni ona danışır. Sovet rəhbəri Özbəkistanın birinci katibi Usman Yusupova zəng edərək Teymur və ailəsinin məzara qaytarılmasını ona tapşırır. Tapşırıqdan bir ay sonra məzara qaytarılan qalıqların bu vaxt ərzində harda olması hələ də müəmmalıdır. Mistik təsadüf yenə də öz işini görür. Uzun zamandan bəri döyüşlərdə üstünlük əldə edə bilməyən Sovet əskərləri Əmir Teymurun məzara qaytarılmasından 2 gün sonra Stalingrad üzərində ilk qələbəni qazanırlar. Və bu qələbə döyüşün yönünü dəyişir. Məsələ bununla bitmir. 1943-cü ilin yayında məzarlığa yeni ekspedisiya təyin olunur. Kurs döyüşləri ərəfəsində Stalin Teymurun məqbərəsinin restavrasiyasına 1 milyon rubl ayırır. O zaman bu pula 16 tank istehsal etmək olardı. Belə ağır bir dövrdə Sovet rəhbərinin bu qərarı bir çoxlarını məətəl qoyur. Müharibə Sovetlərin qələbəsi ilə bitir. Teymurilər sülaləsinin qalıqları nəzərdə tutulduğu kimi Ermitajda nümayiş olunmadı. İnsanlar hələ də Əmir Teymura dərin hörmət və ehtiram bəsləyirlər. Böyük sərkərdənin ruhunu narahat etməkdən çəkinirlər.